Mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Rusiyanın müstəmləkəçilik əleyhinə Azərbaycanda baş verən üsyanlar mövzusudur. Bilirik ki, Rusiya 19-cu əsrin əvvəllərində Azərbaycan torpaqlarının işğalına başlamışdı və bunun nəticəsində 1801-ci ildə Qazax, Şəmkəndli, Borçalı, Pənbəş, Loru ərazisinin Rusiya birləşdirilməsi ilə Azərbaycan torpaqlarının işğalına başlanmışdı. 1828-ci ildə Rusiya Şimali Azərbaycanın işğalını başa çatdırdı. Rusiyanın Azərbaycan işğalını başa çatdırdıqdan sonra burada özünə məxsus idarə üsulu yaratdı. Və bu da Rusiyanın Azərbaycanda özünə məxsus idarə üsulu yaratması, Şimali Azərbaycandakı Rusiyanın müstəmləkəçilik siyasəti 19-cu əsrin 30-cu illərində Azərbaycanda çarizmə qarşı bir sıra üsyanlara səbəb oldu. Və bunun nəticəsində Azərbaycanda çarizmə qarşı bir sıra ərazilərdə üsyanlar baş verdi. Hansı ərazilərdə? Zar-Balakəndə üsyan baş verdi. Qubada üsyan baş verdi, Lənkəranda üsyan baş verdi, Şəkidə üsyan baş verdi. Bu üsyanlarda demək olar ki, əhalinin bütün təbəqələri iştirak edirdi və hətta üsyanlara hakim zümrənin nümayəndələri rəhbərlik edirdi. Üsyana hakim zümrənin nümayəndələrinin başçılıq etməsi Azərbaycanda əhalinin müstəmləkə zülmü ilə barışmazlığını göstərirdi. Bu dövrdə 19-cu əsrin 30-cu illərində müstəmləkəçilik əleyhinə üsyanlar baş verdi. Bu üsyanların səbəbləri nələrdir? Bu üsyanların səbəbləri komendant idarə üsulu, sar məmurlarının özbaşınalığı, vergi və mükəlləfiyyətlərin artırılması, bu dövrdə mövcud olan iltizam sistemi, hakim təbəqənin hüquqlarının məhdudlaşdırılması, çarizmin milli və dini zülmü, bu dövrdə rusların Azərbaycanda həyata keçirdiyi ruslaşdırma və xristianlaşdırma siyasəti, həmçinin ruslar bu köçürmə siyasəti nəticəsində Azərbaycanda erməniləri, rusları, həmçinin almanları məskunlaşdırmışdı və bunun nəticəsində yerli əhalinin münbit torpaqları, xüsusilə də yaylaqlarının çox hissəsinin itirilməsi bu dövrdə Azərbaycanda baş verən üsyanların başlıca səbəbləri idi. Bu dövrdə Azərbaycanda ilk öncə olaraq üsyan Zar-Balakəndə başladı. Zar-Balakən üsyanı 1830-cu ildə baş verir. 1830-cu ildə Qafqazın baş hakiminin Zara qoşu yeritməsinin səbəbi nə idi? Rusiya camatlığın daxili muxtariyyətini ləğv etmək istəməsi, camatlığın xəzinəyə borcunun ödəmək tələbinə camatlığın müsbət cavab verməməsidir. Yəni, borcu ödəmək istəməməsidir. Çar hökuməti Dağlılar hərəkatının təsiri altında olan bu bölgədən narazı idi. Rus qoşunlarının Zara daxil olması nəticəsində Zar-Balakən camatlığının daxili muxtariyyəti ləğv edildi, camaatlığı idarə etmək üçün müvəqqəti idarə üsulu yaradıldı. Bununla da bölgədə Rus idarəçiliyi bərqərar oldu. Zar-Balakəndə Rusiya əleyhinə üsyanın başlanmasına artıq daxili muxtariyyətin ləğv edilməsi üsyanın başlamasının başlıca səbəbi idi. Camaatların əhali arasında müridizm Qafqazda Rusiyanın müstəmləkəçiliyi əleyhinə baş vermiş dini siyasi hərəkat forması idi. Bu dövrdə müridizm burada geniş yayılmışdı. Ona görə də Şeyx Şabanın və Həmzət bəyin başçılığı altında dağlılar üsyançılara köməyə gəldi. Buna baxmayaraq, Zar-Balakən üsyanı məğlub oldu, üsyanda iştirak edənlərə divan tutuldu. Bu dövrdə Azərbaycanda Zar-Balakənlə yanaşı Lənkəranda da üsyan baş vermişdi. Lənkəran xanlığı bilirik ki, 1826-cı ildə ləğv edilmişdi. Lənkəran xanlığı ləğv edildikdən sonra Lənkəran xanı Mir Həsən xan Qacarlar dövlətinə sığınmışdı. Rusiyanın burada yeritdiyi müstəmləkəçilik siyasətindən narazı olan əhali məktubla müraciət edərək Mir Həsən xanı ruslara qarşı hərəkata başçılıq etmək üçün Lənkərana dəvət etdi. 1831-ci ildə Mir Həsən xanın rəhbərliyi ilə Lənkəran üsyanı baş verdi. Azərbaycanın digər bölgələrində yerləşən Rus qoşunları da üsyançılara qarşı göndərdi.
Üsyan amansızlıqla yatırıldı. Təqiblərdən yaxa qurtarmaq üçün bir qrup üsyançı Mir Həsən xanla birlikdə Cənubi Azərbaycana keçdi. Bu dövrdə Azərbaycanda baş vermiş üsyanlar içərisində istər iştirakçıların sayına görə, istərsə də formasına görə ən güclü üsyan Quba üsyanı olmuşdu. Qubada komendant idarə üsulu ən ağır formada Quba əyalətində təzahür edirdi. Bu dövrdə Varşavadakı müsəlman alayına atlıların toplanması üsyanın başlanması üçün bəhanə oldu. Bu zaman əhali üsyançılar hökumət qarşısında bir sıra tələblər irəli sürdü. Hansı tələblər? Əyalətdən suvarilərin toplanması dayandırılsın. Suvaridə atlı dəstələr nəzərdə tutulurdu. Komendant və onun əlaltıları vəzifədən azad edilsin. Vergi və mükəlləfiyyətlər azaldılsın. Bu tələbləri irəli sürdülər. Rus hakim dairələri bu tələbləri qəbul etsələr də yerinə yetirməyə tələsmədilər. 1837-ci ildə Rusiya imperiyasının müstəmləkəçilik siyasəti əleyhinə Qubada üsyan baş verdi. Hətta Dağlı Hərəkatın rəhbəri Şeyx Şamil də üsyançılara məktub yazıb, onları ruhlandırdı. Quba üsyanına Hacı Məhəmməd başçılıq edirdi. Üsyanın gedişində hərbi şurada yaradıldı. Üsyançılar Quba şəhərini mühasirəyə aldılar. Lakin ləngimə nəticəsində şəhəri tutmaq mümkün olmadı. Qafqazın baş hakiminin göndərdiyi əlavə qüvvələr çətinliklə də olsa üsyanı yatırdı. Üsyanda fəallıq göstərənlər Sibirə sürgün edildi. Hacı Məhəmməd isə edam edildi. Bu dövrdə Azərbaycanda baş vermiş sonuncu üsyan Şəki üsyanı idi. Şəki üsyanı digər üsyanlardan fərqi ondan ibarət idi ki, Şəkidə vergilərin ağırlığı digər bölgələrə nisbətən daha çox idi. Şəkidə vergilərin ağırlığı məmur özbaşınalığı başalıb gedirdi. 1828-ci ildə Məşədi Məhəmmədin başçılığı altında Şəki üsyanı baş verdi. Qüvvələr qeyri-bərabər olması üsyanın məğlub olmasına səbəb oldu. 30-cu illər üsyanın nəticələri nə oldu? Üsyanlar yatırılsa da nəticəsiz qalmadı. Xalqın azadlıq mübarizəsindən qalxması müstəmləkəçilərə xəbərdarlıq oldu. Onlar başa düşdülər ki, komendant idarə üsulunun saxlanması Rusiya imperiyasının buradakı maraqlarına cavab vermir. Ona görə də Rusiya üsyanları yatırtdıqdan sonra müstəmləkəçilik siyasətini yumuşaltmağa cəhd etdi, hərbi idarə etmə sistemini dəyişməyə məcbur etdi. Bir daha üsyanları xatırlayaq. Azərbaycanda ilk üsyan Çar Balakəndə başlamışdı 1830-cu ildə. Üsyanın rəhbərləri Həmzət bəy və Şeyx Şaban olmuşdu. Lənkəran üsyanı 1831-ci ildə başlamışdı. Üsyanın rəhbəri Mir Həsən xan olmuşdu. Quba üsyanı 37-ci ildə başlamışdı. Bu üsyana rəhbərlik edirdi. Hacı Məhəmməd rəhbərlik edirdi. Hətta üsyana rəhbərlik etmək üçün hərbi şurada yaradılmışdı. Sonuncu üsyan 1838-də Şəkidə baş vermişdi. Bu üsyana isə Məşədi Məhəmməd rəhbərlik edirdi. Üsyanın məğlub olmasının səbəbi nələrdir? Üsyançıların qeyri-mütəşəkkil və zəif silahlanma, vahid mərkəzdən idarə olunmaması, qüvvələr nisbətindəki fərq, üsyanın yerli xarakter daşıması, üsyançıların sayca azlığı, üsyançıların həlledici məqamda ləngimələri üsyanların məğlub olmasının başlıca səbəbləri idi. Bu dərsimizlə bağlı bu qədər.